Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşdü, onlara mənzillərin açarlarını təqdim etdi. Azad olunmuş torpaqlara həyatın qayıdışının rəmzi olan bu mərasimin 10 may tarixində ümumilli lider Heydər Əliyevin anım günündə baş tutması, Prezident İlham Əliyevin ulu öndərin ən böyük arzusunu gerçəkləşdirməsidir. Prezident mərasimdə çıxışı zamanı bunu xüsusi vurğuladı. Qeyd etdik ki, bugün ulu öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Ulu öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bugün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Prezident İlham Əliyev həmin dövrdə baş verənlərlə bağlı tarixi faktları dilə gətirib. AXÇP Müsavat cütlüyünün hakimiyyətində ölkəyə rəhbərlik edənlərin tərcümeyi halına nəzər yetirdikdə hər şey aydın olur. Baş nazir Pənah Hüseynin ən böyük uğuru elmi işçi olması idi. Hərçənd heç bir dissertasiya müdafiə edə bilməmişdi. Parlamentin sədri olan İsa Qəmbər 11 il aspiranturada təhsil alması, lakin yekunda dissertasiyanı müdafiə etməməsi ilə yadda qalıb. Dövlət katibi olan Əli Kərimli ən böyük karyerası tələbə təşkilatına rəhbərlik etməsi idi. Bu siyahını kifayət qədər uzatmaq olar. Orduya rəhbərlik edən Rəhim Qaziyev isə sözün əsl mənasında biabırçılıq idi. Prezident İlham Əliyev 2003-cü ildə ölkəyə rəhbərlik etməyə başlayanda torpaqlarımızın azad ediləcəyini bəyan etdi. Bu vəd deyildi, əsas hədəf idi və tarix göstərdi ki, İlham Əliyev bütün hədəflərinə nail oldu. Dövlət başçısı Vətən müharibəsinin başlandığı günə qədər 17 il ərzində Azərbaycanı bu zəfərə hazırladı. Qüdrətli daxili sabitliyin və inkişafın təmin edildiyi, geosiyasi arenada söz sahibinə çevrilən Azərbaycanı qurdu. İqtisadi inkişafda inqilabi nəticələr əldə etdi. Sosial rifahın təmin edilməsi istiqamətində mühüm addımlar atdı. Azərbaycanı beynəlxalq siyasətin həlledici oyunçusuna, enerji və nəqliyyat layihələrinin mərkəzinə çevirdi. Region və dünya ölkələri ilə bərabər hüquqlu münasibətlər sistemi formalaşdırdı. İşğalçı Ermənistanın siyasi və iqtisadi istiqamətlərdə mühasirəsini yaratdı və bütün bunlara paralel olaraq qüdrətli ordu qurdu. Prezident İlham Əliyev zəfər gününü addım-addım yaxınlaşdırdı. Cəmi 44 gün bəs etdi ki, işğalçı Ermənistanın 4 ilə zəbt etdiyi və 30 ilə yaxın işğalda saxladığı ərazilərimizi azad edək. Cəmi 44 günə Ermənistan ordusu darmadağın edildi. Şuşaya 3 rəngli bayrağımız sancıldı və işğalçı ölkə kapitulyasiyaya məcbur oldu və İlham Əliyev 2018-ci ildə Azadlıq meydanında keçirilən hərbi paradda bəyan etdiyi Şuşaya sancılan qələbə bayrağımızı burada, Azadlıq meydanında hərbi paradda nümayiş etdirəcəyik sözləri gerçək oldu. Vətən müharibəsində ərazi bütövlüyümüz təmin edilsə də, Xankəndi və ətrafında erməni separatizmi hələ də qalırdı və bu suverenliyimiz üçün ciddi təhdid idi. Separatçılar və havadarları ümid edirdilər ki, kənar oyunçuların dəstəyi ilə qondarma dövlət yarada biləcəklər. Hərçənd bir qarış torpağımızı belə güzəştə getməyən Prezident İlham Əliyevin öz planı vardı və incə gedişlərlə regionun bəlasına çevrilən erməni separatizmini təslim olmağa məcbur etdi. Vətən müharibəsindən başlayaraq Xankəndidə bayrağımızın dalğalanmasına qədər ki, 3 il ərzində Prezident İlham Əliyev suverenliyimizin bərpası məqsədi ilə tarixi planlarını həyata keçirirdi. Laçın yoluna sərhəd keçidi məntəqəsi qoyuldu və bununla erməni separatizminin nəfəsliyi olan Laçın dəhlizi ləğv edildi. Həmçinin sərhədlərimiz tam bərpa olundu. Qarabağ artıq təkcə hüquqi yox, praktiki olaraq da Azərbaycanın daxili işinə çevrildi. Separatizmin ləğv edilməsi və ərazimizdə qalan erməni silahlı dəstələrinin neytrallaşdırılması istiqamətində rıçaqlar işə salındı. Reinteqrasiya prosesi ön plana çıxarıldı. Erməni əhalisinin separatçıların girovundan xilas edilməsi istiqamətində addımlar atıldı. Və nəhayət, antiterror tədbirləri ilə cəmi 24 saata separatçılar təslim edildi. Silahlı dəstələrin tərki silah edilməsi həyata keçirildi. Prezident İlham Əliyev bütün təzyiqlərə rəğmən qətiyyətli mövqeyindən geri çəkilmədi. Dövlət başçısı bildirib ki, 2-ci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədirlər.
o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil, onlar nüvə dövlətləridir. Onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər. Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında demək ki, biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik. Əlbəttə ki, böyük iradə tələb edirdi. Yenə də 1993-cü ildəki kimi xalqın dəstəyi lazım idi. O dəstək var idi və bütün xalqımız bir yumruq kimi birləşmişdi. O mənə güc verirdi. İşin sonuna qədər, Şuşanın azad olunmasına qədər biz dayanmaq fikrində deyildik. Bu zəfərin təməlində həm də xalq iqtidar birliyi dayanırdı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət edən xalq nümayiş etdirdiyi birliyi Vətən müharibəsində də sərgilədi. Bu birlik qarşısında dövlət başçısının dediyi kimi, nə ATƏT-in Minsk qrupunun həmsədri olan nüvə dövlətləri, nə də Ermənistanın digər havadarları dura bilmədi. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. İndi Azərbaycanın önündə mühüm hədəflər var. Azad olunmuş torpaqlara qayıdış. Prezident İlham Əliyevin həyata keçirdiyi böyük qayıdış proqramı uğurla icra olunur. Zəngilan da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılır, insanlar geri qayıdır. İşğalın fəsadlarını aradan qaldırmaq. Prezident İlham Əliyev çıxışında haqlı olaraq bunun çətin proses olduğunu vurğuladı. Çünki mina problemi, o cümlədən işğalçıların miras qoyduğu ekosid var idi. Prezident çıxışında bəyan etdi ki, bugün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Dövlət başçısı bununla sülh prosesini pozmağa cəhd edən qüvvələrə, həm Ermənistanda olanlara, həm də özlərini Ermənistanın xilaskarı kimi göstərənlərə açıq mesaj verdi. Sülhü pozacaq istənilən təxribat cavabsız qalmayacaq. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.